Herkese salam. Bugün sizinle yine Rus dili harici dil kimi fonetika mövzusunun 25. sualını sizinle müzakirə edəcəyik dim toplusundan. İlk öncə sualda burada yazılıbdır ki, daha doğrusu hansı sözdə y səsi tələffüz olunmur? Gəlin sizinlə 3 qaydaya nəzər yetirək. Daha sonra isə müzakirə edək sualları. İlk öncə bizdə belə bir qayda var ki, Rus dilində daha doğrusu, əgər y, yo, yuya sait səsin yanında dayanarsa, iki səs verəcək və y səsini biz orada eşidəcəyik. Daha sonra, əgər y, yo, yuya tverdi znak və məhki znakdan sonra gələrsə, yenə də y səsini biz tələffüz edəcəyik. Daha doğrusu eşidəcəyik və üçüncü qayda isə, əgər y, yo, yuya samit səsin yanında dayanarsa, biz y səsini eşitməyəcəyik və y, yo, yuya bir səs verəcək. Məsələn, variant A-da Lilya sözündə y, yo, yuya sait səsin yanında dayandığına görə biz y səsini eşidirik. Həmçinin o biri variantlarda, məsələn, abişaniye yenə də sait səsin yanında dayandığına görə biz y səsini eşidirik burada. C variantında da y, yo, yuya, baxın burada yu hərfi. Sait səsi yanında dayandığına görə yenə də biz y səsini eşidirik və tələffüz edirik. Y variantında da y, yo, yuya tverdi znakın yanında dayandığına görə biz y səsini tələffüz edirik və eşidirik. Padyom. Ancaq D variantda isə y, yo, yuya samit səsin yanında dayanıb və bir səs verir. Palyot. O səsi verir. Yo səsi o səsi kimi tələffüz olunur. Çünki samitin yanında dayanıb. Əlavə olaraq hansı sualların izahını istəyirsinizsə, rəylərdə yazmanız kifayətdir. Verdiyiniz üçün təşəkkürlər.